Uca Allah Teala bu gözəl vətənimizi qorusun. Əmin-amanlığımız daim olsun. Üç rəngli bayrağımız həmişə yüksəklərə dalğalansın. Uca Rəbbimiz əskərlərimizə güc qüvvət versin, əskərlərimizi qorusun, şəhidlərimizə qəni-qəni rəhmət eyləsin. Uca Rəbbimiz, Ali Baş Komandanımız, ölkə rəhbərimiz İlham Əliyev cənablarını qorusun, işlərini müvəffəq eləsin. Dinimizdə ümumiyyətlə bu evlilik problemləri, yəni evliliyə necə baxılır, evlənmək əlbəttə dinimizdə ən gözəl əməllərdən birisidir. Rəbbimiz Quran-ı Kərimdə təşviq edir, Peyğəmbərimiz s.ə.v hədis şəriflərində. Amma bu evliliyi qorumaq lazımdır. Yəni boşanmadan insan uzaq durmalıdır. Hər bir problem vəziyyət üçün deyik, qızıl açarlar. Yəni əsas dinimizdə evliliyə önəm verir və evliliyi qorumaq. Baxın, əsas prinsip evlilikdə nədir? Razılıq, sabitlik, sakitlik. Amma həmişə hər şey planlaşdırdığı kimi getmir. Bəzən küləklər gəmini istənməyən istiqamətlərə aparır. Ona görə də qəbul etmək lazımdır ki, heç bir evlilik və ya münasibət problemlərdən tamamilə xali deyil. Yəni, ona görə hər bir insan səbirli olmalıdır. Yəni, bu problemlər olması, bu münasibətin güclü və sabit olmadığı anlamına gəlmir. Çünki sevgi və anlaşma bəzən problemlərlə yanaşı mövcuddur və bu problemlər mütləq münasibətin pis olduğunu göstərmir. Əksinə, bunlar normaldır və ayrılığa səbəb olmamalıdır. Əgər hər iki tərəf düzgün yollar və həll vasitələri ilə bu problemləri həll etməyə çalışsa, münasibətlər sağlam olaraq qalacaq və ailə dağılmaqdan deyil, xilas olacaq. Ailədə uşaq varsa, bu problemlər daha ciddi təsirlər yarada bilər və uşaqlar psixoloji zərər görə bilər. Ona görə ər-arvad arasında münaqişə erkən həll edilməzsə və davamlı olaraq həll yolları axtarılmazsa, bu zamanla daha böyük bir problemə çevrilə bilər. Belə münaqişələr cütlük arasında yalnız münasibətləri deyil, iş, sağlamlıq, qohumluq və digər həyat sahələrində mənfi təsir göstərə bilər. Ona görə də evlilikdə önəmli olan nədir? Evliliyi qorumaq. Evlənmək çətindir. Evliliyi dağıtmaq rahatdır. Ona görə insan səbirli olmalıdır. Yəni evliliyin tərəflərdən birinin mənəvi sabitliyə təsir etməsinə icazə vermək olmaz. Çünki evində rahat olmayan biri dünyanın heç bir yerində rahatlıq tapa bilməz. Bax, gözəl bir qayda. Beləliklə, bu məsələdə hər iki tərəf ciddi məsuliyyət daşıyır. Ona görə hər problem üçün deyil, vəziyyət var. Yəni, hər bir problem vəziyyət üçün qızıl açarlar. Yəni, dinimiz ona görə ailə böyük bir, yəni, evlənmək böyük bir ibadətdir, dinin yarısıdır. Onu insan qorumalıdır. Boş-boş səbəblərə görə ayrılmaz insan.